Əziz xanımlar, dəyərli izləyicilər, hər birinizi kanalımda salamlayıram. Öncədən hər birinizə ayrı-ayrılıqda öz təşəkkürümü bildirirəm, minnətdarlığımı bildirirəm ki, səhifəmə abunə olub dəstək olursunuz. Abunə olmayan izləyiciləri də səhifəmə abunə olmağa dəvət eləyirəm. Bu günləri kəsmikli piroq hazırlamışam. Çox ləzzətli piroqdur. İnanın ki, piroqun içərisindəki kəsmiyin dadı çox belə maraqlı daddır. Mən deyərdim, hətta dondurma dadındadır kəsmiyin dadı. Hazırlama qaydasına keçək. Qaba 4 stəkan unu əlavə eləyirəm. Baxın əziz xanımlar, çox rahat, asan piroqdur bu. Yəni xəmir eləmək ehtiyac yoxdur xəmir eləməyə burada. Sadəcə umac hazırlayıb piroqumuzu hazırlayıram. 4 stəkan un, 1 paket vanil, 1 silə çay qaşığı soda, dada görə azca duz və 250 qram yağ. Yağımız burada otaq temperaturundadır. Əlimlə elə bil ovuşdururam, umac hazırlayıram. Məsəl üçün soyuducudan çıxmış yağ da ola bilər, sütgəcdən keçirdə bilərsiniz. Hətta buzluqdan çıxmış yağ da ola bilər, sütgəcdən keçirdəsiz. Əsas bizim məqsədimiz burada umac hazırlamaqdır. Umacımız hazır oldu, qoyuram bir kənara. Daha sonra içliyi hazırlayıram. Yəni içliyi əvvəlcədən hazırlamıram ki, çox kəsmik sulanmasın, tərkibində şəkər tozu olduğuna görə. Hökmandır ki, əvvəlcə umacı hazırlayaq, sonra içliyi hazırlayarıq. Burada 3 paket burada kəsmik var. Çəki ilə desəm 500 qram, 1 stəkan şəkər tozu, 2 paket vanil, 2 ədəd də ağlı sarılı yumurta istifadə elədim. Əziz xanımlar, siz istəsəniz, məsələn, biraz şirinliyi daha artıq olsun, şəkər tozunu artıra bilərsiniz. Gördüyünüz kimi blenderdən keçirirəm. Üzərinə sütgəcdən keçirilmiş portaxal qabığı əlavə edirəm. Ona xüsusi bir dad verir. Ümumiyyətlə kəsmikli nə şirniyyatlar ki var, hətta blinçikin arasında olan kəsmiklərə, kəsmiyə ümumiyyətlə vanil qatanda və yaxud limon qabığı, portaxal qabığı maraqlı dadı olur. Çox gözəl. Mən deyərdim kəsmiyə vanil çox gözəl yaraşır. Ümumiyyətlə vanildir, portaxal qabığıdır, bu kimi deməli təamlar. Listi gördüyünüz kimi yağlamışam. Yağladıqdan sonra umacımızı əlavə edirəm listə. Bir damcı üzərindən belə yüngülvari bastırıram ki, tam belə boşluq olmasın. Hazır içliyi də içərisinə əlavə edirəm. Umacın deməli yarısını 6 hissəyə eləmişəm. Yarıdan biraz azını saxladım üstünə. Gördüyünüz qaydada belə səpələyirəm üzərindən və 170 dərəcəli qızdırılmış sobaya göndərirəm. 600 qızarana qədər çox qıpqırmızı eləyib qurutmuram. Baxın əziz xanımlar, bizim burada listimizin ölçüsü 30-un 40-adır. Uşaqlar evdə bu piroqu nazik xoşladıqlarına görə, yəni mən bu listə hazırladım ki, çox hündür olmasın. Siz istəsəniz, məsəl üçün listinizin ölçüsünü balaca eləyə bilərsiniz ki, sizdə piroq hündür alınsın. Yenə də qeyd edeyim ki, bizim listimizin ölçüsü burada 30-un 40-adır. Və gördüyünüz ölçüdə hündürlüyünü burada görəcəksiniz. O formada hazırlanıb. İndi ölçü olaraq siz özünüz ayarlaya bilərsiniz listinizin ölçüsünü. Yəni listi balaca götürüb piroqunuzu hündürləşdirə bilərsiniz. Hazır oldu. Kəsib servis edirəm, göstərirəm. İnanın çox gözəl, ləzzətli piroq alındı. İnanıram ki, siz bu qayda ilə hazırlasaz, yəni çox bəyənəcəksiniz. Çox belə əziyyətli bir şey də deyil. Tez bazar həll olur. Bir dənə umac eləyirsən, içliyi hazırlayırsan və salam. Demək olar bir şirniyyatımız hazırdır. Yəni xəmir eləməyə də ehtiyac yoxdur. İnşallah ki, bəyəndiniz. Bəyənmə düyməsinə toxunmağı unutmayın. İzlədiyiniz üçün təşəkkürlər. Sağ olun, sağlıqla qalın.